Salam uşaqlar, başlayaq funksiya və qrafiklər bölməsi ilə. Funksiya və qrafiklər uşaqlar bir dəfə qulaq asın, həm buraxılış, həm də bloka artıq hazır olacaq. Yəni həm buraxılış səviyyəsini və blok səviyyəsini izahlayacağam. Nəyisə gözdən qaçırtmayacağam. Bir dənə burada törəmə ilə bağlı bir nüans var. Onu hələ ki deməyəcəm. Çox asan bir şeydir, ona törəmənin içərisində danışarıq. Yəni buraxışa lazım deyil, onun üçün söyləmirəm. Başlayaq y bərabər kx-dan. Y bərabər kx funksiyası, y bərabər k bölü x funksiyası və uşaqlar y bərabərdir kx plus b funksiyası. Bu funksiya düz mütənasiblik funksiyasıdır. Nə olan şeydir düz mütənasiblik? Düz mütənasiblik uşaqlar, məsəl üçün alırsan bir dənə ruçkanı, bir dənə qələmə alırsan 1 manata, 2 dənə qələmə verəcəksən 2 manat, 3 dənə qələmə verəcəksən 3 manat. Yəni kəmiyyətin miqdarı artdıqca dəyər də artırsa və yaxud da kəmiyyətin miqdarı azaldıqca dəyər də azalırsa, bu tip kəmiyyətlərə düz mütənasib kəmiyyətlər deyəcəklər. Və y bərabər kx isə tərs mütənasib kəmiyyətlərin düsturudur. Y bərabər k bölünsün x daha doğrusu. Y bərabər k bölü x deyəndə, yəni tərs mütənasib kəmiyyətlər deyəndə. Məsəl üçün uşaqlar, əkin yeriniz var. Əkin yerini şumlamaq lazımdır. Və sizin 5 dənə traktorunuz var. 5 dənə traktor şumluyursa əgər 10 günə, əlavə olaraq 2 dənə dostun gəlsin, sənə köməklik eləsin. Olsun 7 dənə traktor. 7 traktor olsa neçə günə şumlayar. Normalda bunu adi çarpaz var tənasibə girmək kimi görsənə bilər qıraqdan, yəni elə görsənə bilər. Amma elə deyil. Çünki sən baxırsan ki, sənin kombaynlarının, yəni traktorlarının sayı, bu da kombayn verə bilər, traktor sayı verə bilər və yaxud da fəhlə işçi məsələsi ola bilər. Deyər ki, bir işi bir fəhlə görür 5 günə. Əlavə olaraq köməyə gəlsə 4 dənə, yəni 9 dənə fəhlə neçə günə yerinə yetirər və yaxud da əlavə olaraq köməyə gəlsə. Yəni fəhlərin sayı artdıqca gün necə dəyişər? Fəhlərin sayı azaldıqca gün necə dəyişər? Bu tip suallarda baxacaqsınız ki, fəhlənin sayı artdıqca, yəni işçinin uşaqlar sayı artdıqca, kombaynının, traktorun sayı artdıqca sənin gördüyün işlərin sayı daha, günlərin sayı daha doğrusu daha azalacaq. Daha tez utaracaqsan, çünki daha cəldləşəcək işin. Bunun üçün də tərs mütənasib uşaqlar girəcəksiniz tənasibə. Tərs. Baxın belə. 5-i vuracaqsınız. 10-a bərabər olacaq 7 vurulsun x-ə. Və buradan x hesablayacaqsınız ki, 50 bölünsün 7. Yəni təqribə olaraq 7 gün götürsək, baxırsan ki, 5 dənə kombaynla 10 günə şumluyurdunsa, 7 dənə kombaynla şumlaya bilirsən, təqribə olaraq 7 günə uşaqlar. Mən tam bölmədim də, 7 tam 7-dən 1 eləyir. Bax belə, tərs mütənasiblik budur, düz mütənasiblik budur uşaqlar. Y bərabər kx tərs mütənasiblik qrafikidir. Tərs mütənasiblik. Y bərabər kx üstəgəl b isə düz xəttin təniyidir. Onu axıra saxlayacağım uşaqlar. Çünki y bərabər kx-i bilən artıq y bərabər kx üstəgəl b-ni göydə tutacaq. Yəni qaydasını çox qəşəng anlayacaq. Başlayaq y bərabər kx-dən. Y bərabər kx funksiyasından uşaqlar ümumiyyətlə funksiyaların hamısında ya y bərabər nəsə verəcək, hər hansı bir misal verəcək, ya da fx. Fx bərabər məsəl üçün kx. Yəni y bərabər kx yazılışındakı xassələrlə fx bərabər kx yazılışındakı xassələr eyni şeydir. Yəni eyni şey yazılıbdır. Sadəcə y biraz rus əlifbasından götürülmüş bir adlandırılmadır. Fx isə biraz beynəlxalq adlandırılmadır. Funksiya sözünün birinci hərfindən götürülübdür. Nə üçün uşaqlar möhtəsənin içərisində bəs x hərfi yazılsa, sual versəz, x uşaqlar sizin əsas dəyişəninizdir. Əsas dəyişəndir. Sən x-ə qiymət verdikcə misalın cavabını tapırsan. Burada k ifadəsi uşaqlar hər hansı bir ədəddir. Müsbət ola bilər, mənfi ola bilər, kəsr ola bilər. Tam olar, onluq, kəsr olar, fərqi yoxdur. Amma x sizin əsas dəyişəninizdir. X-ə qiymət verdikcə y-in cavabı ya artır, ya azalır və yaxud da sabitdə qalmış ola bilər. Yəni dəyişməməzlik də ola bilər burada. Sabit funksiya deyəcəyik birazdan. X uşaqlar əsas dəyişəndir. X-dən danışaq birinci. X əsas dəyişəndir. X-in başqa adı nədir? X uşaqlar, x-in ala biləcəyi qiymətlərə təyin oblast deyirlər. Təyin oblast x hərfinin ala biləcəyi qiymətlərdir. Yaxşımı? Yəni x-in yerinə sən hansı qiymətləri qoya bilərsən. Məsəl üçün y bərabər kx yazılışında uşaqlar x-in ala biləcəyi qiymətlər ürəyə x-in qiymət ala bilər. Yəni mənfi sonsuzdan müsbət sonsuza qədər qiymət ala bilər. Qorxusu yoxdur. Qorxu harda olacaq riyaziyyatda? Loqaritmada, yuxarı aşağı qucaqlarında, məxrəc söhbətində, kəsr xəttində, yəni çünki riyaziyyatda məxrəc hansı qiymətlər ala bilməz? 0 qiymətini ala bilməz. Bir də harda? Cüt dərəcədən kökaltı ifadədə
Cüt dərəcədən kök altı ifadənin həm içərisi, həm də misalın cavabı mənfi ola bilməz. Cüt dərəcədən kök altı ifadənin içərisi 0 olsa, misalın cavabı 0-dır. Yəni 0 bunun üçün problem deyil, qorxu deyil. Amma kök altı ifadənin uşaqlar içərisində mənfi ola bilməz. Kök altı ifadənin cavabına isə mənfi çıxa bilməz. Hansı kök altı ifadənin uşaqlar? Cüt dərəcədən. Cüt dərəcədən kök altı ifadə varsa, içərisi mənfi ola bilməz, misalın cavabından mənfi çıxa bilməz. İçərisi ya müsbət ola bilər, ya 0 ola bilər uşaqlar. Və içərisini neysə çıxardırsansa, belə deyək, A üstü 2 verilibsə, bu ilə bunu çıxartdın, sən A-nın özünü çıxardırsan, düzdürmü? Və A üçün ya gərək sənə burada şərt versin, A-nın müsbətliyi və ya mənfiliyi haqqında dəqiq bir şərtin yoxdursa, sən bu ifadəni çölə modul A olaraq çıxartmalısan. Yenə deyirəm uşaqlar, cüt dərəcədən kök altılardan danışdıq. Təhت dərəcəli kök altı ifadənin uşaqlar qorxusu yoxdur. İçərisində müsbətsə müsbət olduğu kimi çıxacaq, mənfidirsə mənfi olduğu kimi çıxacaq. Heç bir problem yoxdur. Və modul ifadə uşaqlar, modul ifadə də bizim qorxularımızdan biridir. Elə kök altı ifadənin özündən də cüt dərəcədən modula çıxır cavab. Modul ifadənin içərisində cavab müsbət ola bilər, mənfi də ola bilər, 0 da ola bilər, kəsr ola bilər, kəsirsiz də ola bilər, onluq kəsr ola bilər, fərqi yoxdur, yəni neysə ola bilər. Amma modul ifadənin cavabı uşaqlar, modul ifadənin cavabı həmişə müsbət olmalıdır və yaxud da 0 da ola bilər, problem yoxdur. Modul ifadənin cavabı mənfi ola bilməz. Və modul A yazıramsa uşaqlar, iki cür halım var. A-nın cavabı müsbətdirsə, ifadənin modul ifadəsinin cavabı, əgər içərisindəkin cavabı müsbətdirsə, özünü olduğu kimi çölə çıxartmağı bacarır, modulsuz falan. Əgər modul ifadənin cavabı mənfidirsə, uşaqlar, həmin o ifadəni mənfidirsə, A0-dan kiçikdirsə, özü olduğu kimi çıxarda bilməz. Bəs necə çıxartmalıdır? Axı A ifadənin sənin mənfidir. Bunun mənfisini uşaqlar beynimizdə düşünün. A ifadəsi mənfidir. Mən mənfi ədədi müsbətləşdirməyə garantiya almaq üçün nə etməliyəm? Qarşısına mənfi atmalıyam. Əgər A ifadəsinin cavabı mənfidirsə, modulda A-dan mənfi A olaraq çıxacaq çölə. Yaxşı. Bəzi dostlarımız burada çaşbaş qalır ki, necə oldu? Bəs demişdiniz müəllim, modul ifadəsinin içərisindən mənfi olaraq çıxa bilmir cavab. Bu mənfi ədəd deyil uşaqlar, bu müsbət bir ədəddir. Çünki A-nın öz mənfisi də var. Beynində düşünürsən amma bunu, misal tətbiq eləmirsən. A-nın öz mənfisi deyəcək bu mənfi olacaq müsbət. Yaxşı, deyəcək mənfi olacaq müsbət. Yəni bu ifadə də müsbətdir, bu ifadə də müsbətdir. Yada saxla ki, modul ifadəsinin içərisinin cavabı müsbətdirsə, hər şey olduğu kimi çölə çıxır. Qarşısına hesablamaq ehtiyac yoxdur. Modul ifadənin qarşısı mənfidirsə, İçərisindən mənfi olduğu kimi çıxacaq. İçərisindən mənfi atıb çıxaracaqsan daha doğrusu. Всё. Bu da oldu uşaqlar modul tipi misalların həlli. Qayıdaq öz misalımıza. X ifadəsi haqqında uşaqlar danışırdıq. X hansı qiymətləri ala bilər, ala bilməz. Bunu təyin oblast deyirik, adlandıracağıq. X-in adı əsas dəyişəndir. X uşaqlar özünün kosinus oxu X oxu kimi aparır. Kosinus oxu. Əsas dəyişən, təyin oblast, kosinus, absis oxu uşaqlar. Absis oxu bəzən də adlandıra bilərlər. Bəzən X sözünün əvəzinə, yəni əsas dəyişən sözünün əvəzinə argument də deyə bilərlər. Argument. X-in hansı qiyməti və yaxud da argumentin hansı qiyməti uşaqlar adlandırıla bilər. Baxaq indi Y yazılan ifadəyə və yaxud da bəzən necə yazılırdı? Fx olaraq yazılırdı uşaqlar. Y və yaxud da fx sənin funksiyanın özüdür. Qiymətlər çoxluğu uşaqlar. Qiymətlər çoxluğu sizin Y hərfinizin, yəni fx hərfinizin ala biləcəyi qiymətlərdir. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu, yəni misalın cavabının, məsəl üçün kx nəyə bərabərdir? Kx y-ə bərabərdir. Kx misalının ala biləcəyi qiymətləri adlandıracaqsan qiymətlər çoxluğu olaraq. Bu arada uşaqlar, bunların adlandırılması var. Təyin oblast adlandırılır dx-lə, yəni böyük D hərfi ilə təyin oblastın işarəsi var. İşarə edilir daha doğrusu. Qiymətlər çoxluğu isə yx olaraq işarə olunacaq. Qiymətlər çoxluğu uşaqlar yx-lə işarə olunur. Baxaq sonra nəyə? Uşaqlar, y oxu kimi özünü aparan funksiya sinusdur. Trigonometrik funksiyalardan yalnız sinus funksiyası özünü y oxu kimi aparır. Funksiya qiymətlər çoxluğu sinus x. Belə uşaqlar, y də belə adlandıracaq. Yəni funksiya sözünün özü, yəni y deməkdir. Baxaq burada k hərfinə. Xüsusi bir adlandırması başqa yoxdur uşaqlar. K hərfinə baxaq uşaqlar. Y bərabər kx-dəki k bucaq əmsalıdır. Bucaq əmsalı da buradakıdır. Buradakı da mütənasiblik əmsalı deyirlər uşaqlar. Bucaq əmsalı və ya da mütənasiblik əmsalı. Mütənasiblik əmsalı.
Qoy mən yazım. Y bərabər kx-də və y bərabər k bölü x funksiyasında mütənasib sayı sayılacaq k-nın adı. Çünki y bərabər kx funksiyası düz mütənasibliyin funksiyasıdır. Y bərabər k bölü x isə tərs mütənasiblik funksiyasıdır. Bucaq əmsalı isə y bərabər kx dəgər b-dəki k-nın adı uşaqlar. Qarşısına yazım ki, çaşdırmayasınız. Düzdür, fərqi yoxdur. Onsuz da k, k-dır. Hər ikisinə qiymət onsuz da alacaq. Müsbət, mənfi. Bucaq əmsalı uşaqlar. Nəyə görə ümumiyyətlə buna adi bir əmsal olaraq adlandırmayıblar? İmeni bucaq əmsalı olaraq adlandırıblar. Gəlin ona baxaq. Y bərabər uşaqlar kx funksiyasına baxsaq, y bərabər kx funksiyasının iki cür halı var. Yəni bu funksiyanın iki cür ancaq sən şəkildə görə biləcəksən. Ya belə olacaq, ya da uşaqlar, digərini belə qeyd edeyim. Ya da belə bir funksiya qrafik olacaq. Bu bizim uşaqlar y oxumuzdur, bu bizim x oxumuzdur və bu bizim y oxumuzdur, bu isə bizim x oxumuzdur. Funksiyanın qrafiki isə, bax bu düz xətt uşaqlar, koordinat başlanğıcından keçən düz xəttdir. Bax bu bizim y bərabər kx funksiyamızın qrafikidir. Həmçinin, bax bu düz xəttdə funksiyamızın qrafiki sayılacaq. Bəs nə zaman funksiyanın qrafiki birinci halda olan kimi çəkiləcək? Nə zaman ikinci halda olan kimi çəkiləcək uşaqlar? Əgər k ifadəsinin cavabı müsbətdirsə, yəni k-nın cavabı müsbət qiymətlər alırsa, funksiyanın qrafikinin ucuları uşaqlar, bu sözə fikir verin. Funksiyanın qrafikinin ucuları birinci, üçüncü rübdən keçməlidir. Baxın, bu sizin birinci rübünüzdür, bu sizin ikinci rübünüzdür, bu sizin üçüncü rübünüzdür və bu sizin dördüncü rübünüzdür. Fikir versəniz, funksiyanın qrafikinin ucuları birinci və üçüncü rüblərdən keçibdir. Əgər k müsbətdirsə, funksiyanın qrafikinin ucuları birinci, üçüncü rübdən keçməlidir uşaqlar. Əgər baxırsan ki, funksiyanın qrafikləri 2-4-dən keçibsə, funksiyasının qrafikinin ucuları daha doğrusu 2-4-dən keçibsə, onda k-nın cavabı mənfi olmalıdır. Yəni k-ya sən hər hansı bir mənfi qiyməti qoymalısan. Və uşaqlar, yəni bunu biz bucaq əmsalı ilə əlaqələndirək görək. Bucaq əmsalını tapmaq bu funksiya qrafiklə necə əlaqələnəcək? Uşaqlar, funksiyanın k-sını şəkli necə ifadə edəcəksən ona baxaq. K uşaqlar, k ifadəsi x oxunun müsbət istiqaməti ilə, baxın, x oxunun müsbət istiqaməti bu tərəfdir. X oxunun müsbət istiqaməti ilə funksiyanın qrafiki arasında yerləşən bucaqdır uşaqlar. Yəni, bax, bu ilə bunun arasında yerləşən bucaqdır. Baxın, bu bucaq uşaqlar. Sizin həmin o k ifadəmizin bucaq olaraq göstərilmiş versiyası bax buradır. X oxunun müsbət istiqaməti ilə funksiyanın qrafik arasında qalan bucaq uşaqlar. Həmişə müsbət istiqamətlə, həmişə gönlünüz bu tərəfdə olsun. Və bu bucağa baxırsan ki, bu bucaq hal-hazırda bizə itidir, yoxsa kördür? İtidir təbii ki. K sıfırdan kiçik olanda, K sıfırdan böyük olanda, yəni funksiyanın qrafikləri birinci, üçüncü rübdə keçəndə, həmin o əmələ gələn uşaqlar alfa iti bucağı, bax bu bucaqdır. Birinci, üçüncü rübdən keçibsə, əgər funksiyanın qrafikləri, demək, bucağımız iti bucaq olacaq. Eyni qayda ilə uşaqlar, digər versiyaya baxsaq, x oxunun müsbət istiqaməti ilə funksiyanın qrafiki arasında qalan düz bucaq. X oxunun müsbət istiqaməti ilə funksiyanın qrafiki arasında qalan bucaq uşaqlar. Yəni, onu göstərim sizə. Bax, bu x oxunun müsbət istiqaməti ilə funksiya qrafiki arasında qalan bucaq bu bucaqdır. Və bu bucaq uşaqlar necə bucaq olacaq? Kör bucaq olacaq. Əgər kör bucağına gəlibsə, və funksiyanın qrafikinin ucuları 2-4-dən, bura səhv yazmışam, 2-4-dən keçir və k-sı mənfidir. K mənfidirsə, kör bucağına gələcək uşaqlar. Alfa kördür. Və k-nın həm y bərabər kx funksiyasına, mən hələ ki kx funksiyasını danışmışam sizə, həm də y bərabər kx dəngəl b funksiyası üçün uşaqlar, k-nın belə bir düsturu var. Y bərabər k bölü x-də də əslində k hərfi var. Uşaqlar, sadəcə burada bucaq əmələ gətirilmiş versiyası yoxdur. Şəklini özünüz görəcəksiniz. Bu ən rahat funksiyadır demək olar ki, y bərabər k bölü x funksiyasının x oxu ilə əmələ gətirdiyi bucaq yoxdur deyə bunun k-sı haqqında danışmırıq. Y bərabər kx-dəki k və y bərabər kx üstəgəl b ifadəsindəki k tangens alfa düsturla hesablanır uşaqlar. Yəni, həmin o bucaq, bu bucağa meyl bucağı deyirlər. Həmin o meyl bucağının tangensial ifadəsinin cavabı sənə bucaq əmsalı və yaxud da mütənasib əmsalını verəcək. Yəni, k-nın cavabını verəcək. Yaxşı. Bax, burada uşaqlar törəmə ilə bağlı bir şeyimiz var. Onu inşallah blokda törəmə dərsini keçəndə başa salacağam sizə. Buraxışa düşmür deyə çox deyib beynimizi yormaq istəmirəm. Davam eləyək. İndi gəlin uşaqlar y bərabərdir. K bölü x funksiyasının qrafikinə baxaq. K haqqında qaydalarımız bayaqki kimidir.
K müsbətdirsə, funksiyanın qrafiki ucları demişdik. Neçənci rübdən keçəcək? Birinci, üçüncü rübdən gəlib keçməlidir, yerləşməlidir. K sıfırdan kiçikdirsə, 2-4-də gəlib yerləşməlidir. İkinci və dördüncü rübdə yerləşməlidir. Uşaqlar, sadəcə y bərabər k bölü x funksiyasının qrafiki biraz qəribədir. Bayaqkına nəzərən fərqlidir. Əgər k-sı müsbətdirsə, funksiyanın qrafikləri bax bu cür çəkiləcək və birinci, üçüncü rübdə yerləşir. Əgər uşaqlar k-sı burada k-sı müsbətdirsə, birinci, üçüncü rübdə və k-sı mənfidirsə, 2-4-də yerləşməli uşaqlar funksiyanın qrafiki, ikinci rüb və dördüncü rübdə yerləşdi. Y bərabər k bölü x funksiyası haqqında biraz uzaqlaşmaları, yaxınlaşmaları var uşaqlar. Uzaqlaşmaları, yaxınlaşmaları. Buna çox da ehtiyac yoxdur. Sadəcə bilin ki, k nə zaman müsbətdir, k nə zaman mənfidir. Uzaqlaşmanı sizə dərsdə söyləyərəm. Baxaq uşaqlar, y bərabərdir kx b funksiyasına. Y bərabər kx b funksiyasına uşaqlar y bayaq yazdığımız, y-də bəzən də bunu fx bərabərdir kx b verə bilərlər. Heç bir fərqlik yoxdur. K bayaq öyrəndiyimiz k-dır, x bayaq öyrəndiyimiz uşaqlar x-dir. Və burada yeni bir kəmiyyət gəlir. B uşaqlar. B sərbəst həddir və bu sərbəst həddin mənası y oxunu kəsən nöqtədir uşaqlar. Yəni funksiyanın qrafiki y oxunu hansı nöqtədə kəsib? Y oxunu hansı nöqtədə kəsibsə, həmin nöqtə uşaqlar hansı nöqtədə kəsib? Həmin nöqtə sizə verəcək B nöqtəsini. Baxaq uşaqlar, y bərabər kx b funksiyasının y bərabər kx funksiyasından fərqləndirici özəlliyi odur ki, 4 dənə funksiyası var uşaqlar. 4 cür, yəni halı ola bilər. Və niyə 4 cür halı var uşaqlar? Niyə y bərabər kx-də 2 cür halıdır? Niyə y bərabər kx b-də isə 4 cür halı var? Burada yəni halların sayını artıran ünsür B ünsürüdür. Gəlin baxaq, sizə deyəcəyim niyə 4 cür halı yaranacaq. Ümumiyyətlə, y bərabər kx ilə y bərabər kx üstəgəl b-nin əsas fərqləndirici özəlliyi y bərabər kx funksiyasına uşaqlar funksiyanın qrafiki baxırsınız ki, gəlib koordinat başlanğıcından keçir. Ümumiyyətlə, koordinat başlanğıcından keçmək nə deməkdir? Əgər sən x-in yerinə 0 qoyursansa, koordinat başlanğıcından keçmək, y-in yerinə 0 yaratmalısan. Y-in yerinə 0 yəni yaranmalıdır 100%. X-in yerinə 0 qoyanda 0-ı əldə vuranda 0 eləyəcək və misalın cavabı 0 bərabər 0 olmuş olacaq. Koordinat başlanğıcının koordinatları nə qədərdir uşaqlar? Koordinat sözünün mənasını bilirsiniz də, artıq vektor dərsində demişəm sizə. Koordinat sözünün mənası bunun x-i və y-i deməkdir. Koordinat deyə bilər, komponent deyə bilər, apsisi və yaxud da ordinatı deyə bilər. Yəni koordinatları bunun x-i və y-i deməkdir. Koordinat başlanğıcından keçmək də gəlib 0-0 nöqtəsini ödəmək deməkdir. Yəni 0-0 nöqtəsini ödəmək, kəsmək, keçmək, üzərində olmaq, aid olmaq. X-in yerinə 0 qoyanda misalın cavabının 0 alınmasını istəyir səndən. Bu sözləri birazdan qeyd edəcəyim sizin üçün. Başlayaq uşaqlar. Y bərabər kx b funksiyasının qrafikinə baxaq. Demək, y bərabər kx funksiyasının qrafikində B qədər sürüşmə vardı ya uşaqlar, y bərabər kx-dən fərqli olaraq y bərabər kx-dən b xətti funksiya deyirlər buna, yəni adına bilək. Xətti funksiya və yaxud da düz xəttin tənliyi deyə bilərsən buna. Düz xəttin tənliyi. Y bərabər kx-də fərqli olaraq koordinat başlanğıcından keçirildi, amma burada koordinat başlanğıcından keçməyəcək. Uşaqlar, b qədər ya yuxarı sürüşəcək, b qədər aşağı sürüşəcək və əgər b 0 olarsa, onda y bərabər kx funksiyasının özü yaranacaq. Yəni artıq koordinat başlanğıcından gəlib keçəcək. Biz təbii ki, b-ni 0-a bərabərləşdirməyəcək. Çünki b-nin 0 halını yuxarıda qeyd eləmişik. Y bərabər kx haldı yəni. Əgər uşaqlar funksiyanın k-sı müsbətdirsə, neçə cür hal baş vermiş ola bilər uşaqlar? K müsbətdirsə, funksiyanın qrafikinin ucları birinci, üçüncü rübdən keçməlidir. B-də keçə bilər uşaqlar. B-də keçmiş ola bilər. Birinci halda bax, bu halda baxırsan ki, funksiyanın qrafiki, yəni qara ox, mavi oxu gəlib harda kəsibdir? Bax, burada yuxarıda. Həmin bu kəsən nöqtənin uşaqlar qiyməti sənə verəcək B-nin qiymətini. B, yəni burada müsbətdir. İkinci halda isə baxırsan ki, funksiyanın qrafiki y oxunu dostlar, imeni y oxunu harda kəsibdir? B nöqtəsi, yəni aşağıda uşaqlar. B-nin qiyməti mənfidir, B sıfırdan kiçikdir. K hər ikisindən müsbət idi. Bax, bu oldu sənin 2 halın. Bir də baxaq uşaqlar,
K-sı sıfırdan böyük olan versiyaya baxdıq. Bir də K-sı sıfırdan kiçik olan versiyaya baxaq. K sıfırdan kiçikdirsə 2 4-dən keçməlidir. Ya funksiyanın qrafiki belə çəkiləcək, ya da ki, funksiyanın qrafik uşaqlar bax belə çəkiləcək. Və neyniyəcəyəm? K-sı əgər sıfırdan kiçikdirsə, çəkdi 2 4-dən. Bura bizim ikinci rübümüz idi. Bura bizim dördüncü rübümüzdür. Baxıram ki, y-ını harda kəsib uşaqlar? Yuxarıda müsbətdə. Yəni bu o demək ki, B-nin cavabı müsbətdir. Bu nöqtə sənin artıq B nöqtənin qiymətidir. Nə versə onu qeyd edəcəksən. Məsəl üçün 1, 2, 3, 4, 5 verdim. Məsəl üçün uşaqlar, hal-hazırda B ifadəsinin cavabı 5-dir. Bir də dostlar, bura baxaq. Burada K funksiyanın qrafinin ucları daha doğrusu 2 4-dən keçibdir. Yəni bu o demək ki, 2 4-dən keçibdir. Bu o demək ki, uşaqlar K ifadəsinin cavabı nə qədərdir? Mənfi qiymətdir. K-nın özünü misaldan görmək olmur, şəkildən görmək olmur. Yəni K-nın cavabını, qiymət olaraq cavabını görmək olmur. Amma işarə olaraq tuta bilirsən ki, funksiyanın qrafinin ucları 1 3-dən keçibsə K-sı müsbətdir, 2 4-dən keçibsə K-sı mənfidir. Biz uşaqlar sırf şəkildən görə bilərik nəyin qiymətini? 1 B-nin qiymətini. Əgər verilibsə təbii ki, burada B mənfidir. B sıfırdan kiçikdir. Bir də uşaqlar bax bu nöqtələr. Bu nöqtələr haqqında, yəni onları mavi ilə qeyd edim sizin üçün. Bu nöqtələr baxırsan ki, hamısı x oxu üzərinə yerləşib uşaqlar. Bir də bu x oxu üzərinə yerləşən qiymətlərin, nöqtələrin daha doğrusu qiymətlərini öyrənə bilərik. Ümumiyyətlə bunların adları nədir uşaqlar? Bax bu nöqtəyə deyəcəksən funksiyanın sıfırı. Funksiyanın sıfırı buradan qeyd edeyim. Funksiyanın sıfırları deyəcək kvadratik tənlikdə, yəni başında 2 olan tənlikdə. Funksiyanın sıfırı burada ancaq adlandıracaq. Funksiyanın sıfırı. Funksiyanın sıfırı uşaqlar sizin x hərfiniz deməkdir. Yəni argumentiniz deməkdir. Funksiyanın sıfırı ümumiyyətlə tapılan nə etmək lazımdır? Baxırsan, funksiyanı sıfıra çevirib. Funksiya səndən nə hərfi idi? Y hərfi idi. Əgər sizdə funksiyanın sıfırını tap deyirsə, y bərabər, məsəl üçün mən atıram, 5 üstə gəl 4 verirəm. Y bərabər 5 üstə gəl 4 funksiyasını sıfıra bərabər eşidəcəksən və tapacaqsan burada nəyi? Tənlik olaraq x hesablayacaqsan. 5x bərabər mənfi 4-ə. Gəlin 40 eləyək, rahat işləyək. X-in cavabına qalacaq -8. X-in cavabına qaldı -8. Yəni sənin funksiyanın sıfırı x hərfi deməkdir. Yəni sənin belə deyək, absisindir, argumentindir yəni və x oxu üzərinə təbii ki göstərilməlidir. -8 olan versə, məsəl üçün mən burada k-ya müsbət qiymət vermişəm, b-yə də müsbət 40 vermişəm. K-sı müsbət olsun, birinci, üçüncü rübdən keçsin və B-si müsbətdir. Məsəl üçün, mənim yazdığım misal uşaqlar birinci hala uyğundur və x-i gəldi düşdü, həqiqətən mənfi tərəfdə -8 düşdü. Və yaxud da sənə, məsəl üçün, mən bu nöqtənin koordinatını vermişəmsə 4, aparıb bu nöqtənin koordinatını 4 görürsənsə, aparıb misalda x-lərin yerinə 4 qoya bilərsən. Və x-lərin yerinə 4 qoyduğun anda, baxırsan ki, y nə qədərdir? Y-in yerinə 0 qoyacaqsan. Yaxşı? Gəlin bu dediklərimi biraz da ümləşdirək. Əgər sizin hər hansı bir nöqtəniz uşaqlar x oxu üzərinə yerləşibsə, deyək ki, x-inə elə x verək. X oxu üzərinə yerləşibsə, onda y-nin cavabı 0-dır. Yəni, neynəyəcəksən? Aparacaqsan x-in yerinə, burada gördüyün qiyməti qoyacaqsan və yaxud da fərqi yoxdur, burada mənfi qiymətdir. X oxuna buradakı mənfi qiyməti qoyacaqsan və y-in yerinə aparıb 0 qoyacaqsan. Bu nöqtənin koordinatları -0-dır, bu nöqtənin koordinatları x0-dır, fərqi yoxdur. Əgər sənin hər hansı bir nöqtən olmasın və yaxud da funksiya qrafikin olsun. Məsəl üçün, bu nöqtədə uşaqlar, bu nöqtənin koordinatlarını əgər sənə veribsə, məsəl üçün 5, x-ini veribsə 5, sən artıq y hesablamağa cəhd etməməlisən. Çünki artıq y-nin cavabını bilirsən ki, 0-dır. Və yaxud da sənə belə bir cümlə qurubsa, funksiyanın qrafiki və yaxud düz xətt və ya nə bilim çevrə x oxu üzərindədir və yaxud da x oxuna toxunur və yaxud da uşaqlar x oxunu kəsir deyirsə, yəni x oxu üzərində mövcuddursa artıq bu 100% x-i həmin o x-dir. İstəyir müsbətə toxunsun, istəyir mənfi gəlsin, kəssin. Məsəl üçün mən bu şəklimdə kəsibdir. Apab x-in yerinə həmin nöqtənin x-ini qoyacaqsan, y-in yerinə isə 0 qoyacaqsan. Əgər x oxunu kəsirsə və yaxud da uşaqlar və yaxud da bu bizim x oxumuz olsun, bu da y oxumuz olsun. Funksiyanın qrafiki gəldi, x oxuna perpendikulyar oldu. Uşaqlar, perpendikulyar olmaq nə deməkdir? X oxunu 90 dərəcəlik bucaq altını kəsmək deməkdir. Bir var, adi qayda gəldi, kəsdi, müəyyən bir, nə bilim, 120 dərəcəlik bucaq altında və yaxud da sadəcə kəsdi sözünü istifadə edəsən. Bir var, desin ki, məni 90 dərəcəlik bucaq altına gəldi, kəsdi. Bu da kəsibdir. Həmin nöqtə üçün, üzrü sayın, həmin nöqtə üçün uşaqlar danışsaq,
Bir dəqiqə, həmin nöqtəmiz buraydı. Həmin nöqtə üçün danışsaq, yenə x oxunun kəsmiş sayılacaq. Və həmin nöqtənin uşaqlar yenə x-in koordinatı sənə verilən qiyməti istəyirsən burada gəlsin, kəssin sənin x oxuvu, istəyirsən müsbət tərəfdə gəlsin, kəssin, fərqi yoxdur. Həmin deyək ki, bura məsəl üçün -5 veribdir, burada olsun müsbət 6. Müsbət 6-nı aparıb qoyacaqsan x-in yerinə və yaxud da -5 aparıb qoyacaqsan x-in yerinə və y-in yerinə 0 nöqtəsini qoyacaqsın uşaqlar. Çünki x oxu üzərində hər hansı bir nöqtən varsa, y-in yerinə 0 qoyacaqsan. Və bunun tərsi də doğrudur uşaqlar. Məsəl üçün sizin nöqtəniz y oxu üzərindədirsə, onda y oxu üzərində gördüyün qiyməti aparıb y-in yerinə qoyacaqsan. Y oxunu kəsirsə və yaxud da y oxuna perpendikulyardırsa, məsəl üçün mən yuxarıdan kəsdim uşaqlar, bu sizin y oxunuzdur, bu da sizin x oxunuzdur. Y oxunu aparıb yerinə qoyacaqsınız. Misal üçün bura atıram 3 qiymətini. Y-lərin yerinə 3 qoyacaqsan və y oxu üzərindənsə x-ə yaxınlaş, x-in qiyməti 0-dır. Yəni siz əslində bunu öyrənmişsiniz 3-cü sinifdə, 4-cü sinifdə düzbucaqlı koordinat sistemində. İndi biraz da təkmilləşmiş versiyasını öyrənirik. Bəs paralel olsa nə edəcək uşaqlar? Desək ki, hər hansı bir düz xətt x oxuna paraleldir məsəl üçün. X oxuna paraleldirsə, hansı oxu kəsir? Y oxunu kəsir. Artıq bu nöqtə sənin y-in qiymətidir və x-in qiyməti isə 0-dır. Yəni y-in yerinə burada gördüyün qiyməti qoyacaqsan, x-in yerinə isə 0 qoyacaqsan və eyni qayda ilə əgər desək ki, hər hansı bir düz xətt bu səfər y oxuna paralel versin uşaqlar. Y oxuna paraleldir. Y oxuna paralel xətt nə deməkdir? X oxunu gəlib kəsib. İstəyirsən müsbətə kəssin, istəyirsən mənfi kəssin, heç bir fərqi yoxdur. Və bu kəsdiyi qiymət deyək ki, gəlin bu səfər mənfidən verim də, -3-dür. Aparıb x-lərin yerinə -3 qoyacaqsınız. Misala gördüyünüz, sizə verilən misalda x-lərin yerinə -3 qoyacaqsınız. Y-in yerinə isə 0 qoyacaqsınız uşaqlar. Çünki bu -3 nöqtəsinin absisi -3-dür. Y isə 0-dır, yəni yoxdur. Bir də uşaqlar, y bərabər kx üçün bayaq meyl bucağını danışdıq. Y bərabər kx üstəgəl b üçün meyl bucağını gəlin danışaq. Artıq kx üstəgəl b-dən, kx-dən və k bölü x-dən bir problemimiz qalmadı. Demək, meyl bucağı necə idi? X oxunun müsbət istiqaməti ilə funksiyanın qrafiki arasında qalan bucaqdır uşaqlar. X oxunun müsbət istiqaməti ilə funksiya qrafiki arasında qalan bucaqdır və bu bucaq baxırsan ki, bayaq dediyimiz qaydada, əgər k-sı mənfidirsə, funksiyanın qrafikləri 2-4-dən keçəcək və bucaq isə kör bucaq olacaq uşaqlar. Həmçinin burada baxın, x oxunun müsbət istiqaməti ilə qırmızı xətt arasında qalan bucaq, qırmızı xətt nə idi? Funksiyanın qrafiki idi, kör bucaqdır. Həmçinin uşaqlar, digər versiyalar yuxarıdaymış. X oxunun müsbət istiqaməti ilə funksiya qrafik arasında qalan bucaq sənin iti bucağındır. Çünki burada k sıfırdan böyük idi. Yəni birinci, üçüncü sinifdən keçibdir. Həmçinin burada uşaqlar x oxunun müsbət istiqaməti ilə funksiyanın qrafik arasında qalan bucaq itidir. Çünki k müsbət idi. İti bucağım elə gəlir.